Hacıyeva Sevin sahib qızı. 23 mart 1971-ci ildə Sumqayıt şəhərində ziyalı ailədə dünyaya göz açmışdır. İlk təhsilinə 1978-ci ildə Sumqayıt şəhər 15 nömrəli tam orta məktəbdə başlamış və məktəbi bitirdikdən sonra pedaqoji təhsilinə də həmin şəhərdə davam etmişdir. Ailədə 3 bacı, 2 qardaş olmuşlar və hər biri ali təhsil almışdır. Müəllimlik peşəsinə qarşı duyduğu xüsusi sevgi Sevinç müəlliməni hər zaman öz üzərində işləməyə, özünü inkişaf etdirməyə sövq etmişdir. Bunun müqabilində də 2017-ci ildə Sumqayıt şəhəri üzrə açıq dərs nominasiyasının qalibi olmuş, həmin ildə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən fəxri fərmanla təltif edilmiş, yüzlərlə layihələrin birincisi olmuş və sertifikatlar qazanmışdır. Bu əməyin nəticəsidir ki, 30 ildə dərs dediyi şagirdlərin əksəriyyəti istər mərkəzləşdirilmiş imtahanlarda, istər olimpiyadalarda, istərsə də təşkil olunmuş müxtəlif layihələrdə həmişə birincilik nümayiş etdirirlər. Bundan əlavə Sevinç müəllimə həm də 2023 və 2024-cü ildə həm Sumqayıt üzrə ilin müəllimi, həmçində Respublika üzrə ilin müəllimi adı ilə da təltif olunmuşdur. Ailədə 3 övlad, 6 nəvəsi var. Burada bu mükafata layiq görülməyim həqiqətən də qürur və şərəflidir. Bu uğurda payı olan hər kəsə, isim layihəsinin rəhbəri Samir müəllimə və onun komandasına təşəkkürümü bildirirəm. Əlbəttə bu layihə bir daha sübut etdi ki, müəllim əməyinə verilən dəyər əslində cəmiyyətə verilən bir dəyərdir. Respublika üzrə ilin müəllimləri və ilin məktəbləri təltif olunub. Artıq 5-ci ildir ki, fəaliyyət göstərən isim layihəsi ibtidai təhsil sahəsində önəmli uğurlara imza atmaqdadır. Layihənin istiqamətlərindən biri də hər il ən yaxşı ibtidai sinif müəllimlərini və məktəbləri təltif etməkdir. Qaliblər isim layihəsinin hazırladığı unikal reyting proqramı vasitəsilə şagirdlərin inkişaf göstəricilərinə əsasən müəyyənləşir. Oktyabrın 5-də müəllimlər günündə növbəti belə bir tədbir təşkil olunub. Tədbirdə 2024-2025-ci tədris ili üzrə ən yüksək reyting balı toplamış müəllimlərə və məktəb rəhbərlərinə isim metodikasının müəllifi Samir Vəliyev tərəfindən diplom və xüsusi hazırlanmış kubok təqdim edilib. Təltif olunan müəllimlər isim metodikasının şagirdlərin inkişafında çox effektiv rol oynadığını və bu metodika vasitəsilə onların potensiallarını daha yaxşı aça bildiklərini vurğulayıblar. Qeyd edək ki, layihəyə qoşulmaq istəyən ibtidai sinif müəllimləri 050 224 1800 nömrəsi ilə əlaqə saxlaya bilərlər.